Başlayaq inşallah. Abşeron məktəbinin banisi kimi tanınan bu rəssamın əsərini variantlarda tapın. Deyə bilərəm müəllimə. Humay quşu. Humay quşu, mən də onu. Kimdir bu? Humay, C bəndi. Bu rəssam. C bəndi. Mircavadov. Aha, C variantı qoyuram. Düzdür. Dekorativ tətbiqi sənətin şah əsəri sayılan Firon Tutanxamonun dəfn maskası ilə nə ilə bəzənib? Dəfn maskası nə ilə bəzənib? Hakimiyyət nişanı ilə. Klaft və hakimiyyət nişanı. Aha. Klaft hakimiyyət bəndi. Bəli. Deməli, üçüncünü görə bilirsiniz. Üçüncü testi. Burada şəkil verilib. Deməli. Amma o infiltrasiyadır birincisi. Birinci instalyasiyadır. İkinci illüstrasiyadır. Ay, getdim mən. İllüstrasiya. Üçüncüsü də İnkrustasiyadır. variantı deməli, instalyasiya, bir də əlavə səslər olmasın da. Deməli, instalyasiya, inkrustasiya və illüstrasiya. Burada doğru fikir hansıdır? Məsələn, birinci variantı oxuyun, əşyanın həcminə. B variantıdır. Birincisi elə bir ki, quraşdırma deməkdir. İkincisi əyani görünüşdür. Üçüncü də xatəmkarlıqdır ki, birləşdirmə. B bəndi. Aha, baxaq görə, əşyanın, bəs B, A variantı niyə deyil? Niyə A variantı deyil? Xəyali görünüşdür. O, axı xəyali görünüş 2-də illüstrasiya, əgər şey olsaydı, nağıl hekayələrə çəkilmiş mifoloji, o yuxu şəkilləri kimi. Bir əşyanın həzminin təsvirində mühüm ifadə vasitəsidir. Bu nəyə aiddir? İstəvəl. Bəli. Bəs 3 qızdırılmış metalı xüsusi çəkicilərlə döyərək lazımi formaya salınması nə idi? Zərbetmədir, zərbetmə. C variantına baxırıq. Onu çəkirlər daha sonra ayrı-ayrı hissələrdən formalaşdırıb tərtib edirlər. Burada nə səhvliyi var bəs? Onu çəkmirlər, amma ayrı-ayrı hissələrdən quraşdırırlar. Aha, bu instalyasiyadır. Sonra döyülmüş hamar, gümüş səth üzərinə cızma üsullə rəsm çəkilir. Bu nə idi bəs? Bu qarasavad idi. Qarasavaddır üçüncüsü. Və burada da qabıqla örtmə nə idi? Xatəmkarlıq birləşdirmə müəllimə odur da. Qabıqla örtmə inkrustasiya idi. 7-ci sinifdə. 7-ci sinifdə var idi. B variantımız oldu B variantı. Yaxşı, bunu kim deyəcək? Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının prezidenti. Le Corbusier, Şərq ölkələri Memarlıq Akademiyasının prezidenti. Mikail Hüseynov. Digər cavabları da alaq, hamı cavab verməyə çalışsın. Kim dəqiq bilir? Mikail Hüseynov. Kimlər deyir Mikail Hüseynov? Müəllimə Mikail Hüseynovdur, C variantıdır. Mikail Hüseynov, C variantı. Bəli. Yaxşı, 5. Müəllim şagirdlərə Maral Rəhmanzadənin Günəş şüaları əsərində nə təsir olunub deyə sual ünvanlayır. Şagirdlər suala hansı cavabı versələr doğru olmaz. Meşə mənzərəsində. Günəş şüaları. C bəndi versə doğru olmaz. C bəndidir. Aha, niyə görə bəs digər variantlar yox? Çünki orada səmadan şüa var, neft buruqlarına aid var. Günəş şüalarıdır. Günəş şüalarıdır. Amma meşə mənzərəsi yoxdur axı orada. Meşə deyil, dənizdir. Yəni burada nə oldu? Siz həmin əsəri gözünüzün qarşısına gətirdiniz. Yəni deməli bu əsər haqqında məlumatınız var. Deməli, şagird rəsmdə stəkanı çəkib, içindəki mayəni parlaq və yuxarıda işıqlı göstərib. Amma heç bir kölgə yoxdur. Müəllim deyir, bu rəsmdə həcimlik çatışmır. Çünki sən buradakılardan hansını etməmisən? Düşən kölgəni göstərir. Düşən kölgəni. Əla. Deməli, şagird stəkan çəkib, içindəki mayəni parlaq və yuxarıda işıqlı göstərib, amma heç bir kölgə yoxdursa, bu havada
durmuş kimi sayılır. Mütləq bunu təzminləyə bilmək üçün düşən kölgə mütləq göstərilməlidir. Bəli. Mirzəvad kompozisiyasının əsas təkrar olunmaz ifadə vasitəsi nədir? Oxuyuram A variantın. Lokal rənglərlə bərabər əsərlərdə kəskin rəng kontrası göstərməsi, rəng və forma arasındakı təzadı aradan qaldırmağa çalışması, əsərlərinin müəmmalı və ziddiyyətli olması, əsərlərinin bir çoxunda eyni süjet xəttini izləməsi. Variant nədir? C variantı. Eyni süjet xəttini izləməsidir də. C variantı müəllimə. Müəllimə B-dir, təzadı aradan qaldırmaq istəyirdi. Mən nəsə B Kimdir bu? düşünürəm. Müxtəlif cavablar var. A variantı ola bilər. C düşünürəm. Mən B düşünürəm, rəng və forma arasında. Mən C deyirəm. C variantı. Müəmmalı ziddiyyət C variantı deyən var, A da deyən var, B də deyən var, D yoxdur. D var. Burada çox, D variantı. bu deməli Mirzəvad mövzusunda sonlara yaxın bir yerdədir, bir cümlədir. Düşünürəm ki, bu tipdə suallar düşə bilər. Burada deməli, doğru variantımız Mən B variantıdır. B variantı. Təzadı aradan qaldırmaq, sonlara yaxın da cümlə. B. Səhvdir C. Bəli, deməli doğru variantımız B variantıdır ki, Təzadı aradan qaldırmaq, bəli. burada formada deməli bu lokal rənglə bərabər əsərlər kəskin rəng kontrastını göstərməsi, əsərlərin bir çoxunda süjet xəttini izləməsi, əsərlərin müəmmalı və ziddiyyətli olması. Görməmisiniz yəqin ki, bunları o Mirzəvad. Sona yaxındır müəllimə o hissə, oxumuşam mən. Düzdür, amma rəng Orada 70-ci illərin davamçılar vardı, onu yuxarı hissələri düşünürəm. Nəqqaş ornament ustası olan bu rəssam haqqında verilənlərdən hansı doğrudur? Bu rəssam kim idi? Mirzə Qədir Rəvani. Qarabağ variantı. Yox, Mirzə Qədir Rəvani ornament ustası deyil. Bir dəqiqə, mən ekranı görmürəm deyə, bax, aləm qarışır bir-birinə, sevmirəm belə şeyi. Deməli, bunu bildik ki, burada kimdən söhbət gedir? Qarabağ. Mirzə Qədir Rəvani. Dəzgah deyir axı orada. Yox, ornament nəqqaşdır. Qarabağı deməli. Qarabağ deyil. Ornament Rəvaniyə aiddir, o portretdir Rəvani. C variantı. Bəli. Müəllimə C variantı. C variantları dekorativ və rəngkarlı üslublarla birləşdirib. Sonra burada Şuşadakı Gövhərağa məscidinin bəzədilməsində fəal iştirak edən kim idi? Nəvvab. Evini və dərs dediyi məktəbin divarlarını quş çiçək təsvir edən Nəvvab idi. Azərbaycanda dəzgah rəngkarlığın əsasını qoyan kim idi? Mirzə Qədir Rəvani. Deməli, doğru variantımız C variantı. C variantı. Aha, baxaq görək. Bu, deməli, bu da hansı ki 24-cü ildə suallar arasında düşən, yəni bu tip suallar düşür deyə bunu da qoymuşam. Deməli, müəllim şagirdlərə dekorativ tətbiqi fəaliyyət, məşğələ növünə əsasən bəzək əşyasının hazırlanmasını tapşırıq olaraq verir. Şagirdlər tapşırığı hansı ardıcıllıqla yerinə yetirsələr düzgün olar. Şagirdlər tapşırığı hansı ardıcıllıqla yerinə yetirsələr düzgün olar. Deməli, baxırsınız variantlara, mən bir şey demirəm, öz üzərinizə oxuyun, bir dənə hərə bir dənə cavab desin. Heç ölməyib. Əvvəl səsləri bağlayın, oxuyun, sonra açarsınız. B-dir də müəllim o. Mənim B variantıdır. B. Ümumiyyətlə, bu suala rast gəlmisinizmi kitabda? Xeyr, müəllimə, biraz da. Bəli, müəllimə, sizin testinizdə var idi birində. Hə, o Bəli. Yox, B kitabda. variantıdır. Əvvəlcə müşahidə olunur, əvvəlcə, ən birinci. Seçə bilmirik, çünki müşahidə var, ən birinci odur. B-dədir, o da düzgün variant, məncə.
Bu kitabda deyirəm, görmüsünüzmü bunu kitabda? Mən özümdən qoşmuram. Bunlar hamısı kitabda var. Bəli, var müəllimə, kitabda var, amma diqqət Məsuliyyətdə etməmişəm. səhv eləmirəmsə olmalıdır. Hamı B variantı deyir. Müəllimə, Yox. müəllimə, Bəli. mən D-ni deyirəm, çünki mən məlumat nəyisə hazırlamaq üçün birinci müşahidə eləyərəm. Sonra onun elə bil ki, baxıram, müşahidə elədiyimə baxıram, onun detallarına baxıram. Sonra üsul və materialı seçib, sonra bəzəyə başlayaram. Aha, bəs başqaları B-də deyən vardı axı, B. B-dir yoxsa D-dir? Cavab nədir? Razısınız Nuranə müəllimə ilə? B də ola bilər, nasıl B? Deməli variantımız B deyirəm. Məncə A-dır. B'dir, B. A. Mən B-ni deyirəm. B də deyən var, A da deyən var deməli. Ayda YouTube kanalı necə gözəl olardı, orada izah eləsəydik. Nəysə, ağlım ara orada qaldı. Deməli, bəzəyin hazırlanması üçün üsul və material seçilir. Bu deyil. Deməli, bizim variantımız D variantıdır. D variantıdır. Niyə? Seçirik məlumatı hazırlamaq üçün seçilən obyekt diqqətlə müşahidə olunur və rəsmi çəkilir. Məsələn, deyirəm ki, mən bu əşyanı düzəltmək istəyirəm. Müşahidə edirəm və bunun rəsmini çəkirəm. Obyektin rəsmini təhlil edirəm, detalları da müəyyənləşdirirəm. Detallarını da qoyuram təhlil edərək. Nə var üstündə, hamısını qoyuram. Məsələn, bu 3-cü sinifin təzə nəşri idi. Bəli, təzə nəşrində var. Oradan sual götürüb qoymuşam da, yəni ardıcıllıq necədirsə o cür, şəkillər də çəkilib. Sonra bəzəyin hazırlanması üçün üsul və material da seçilir və bəzək əşyası hazırlanır. Bu qədər sadə. A variantı deyənlər, bəzəyin hazırlanması üçün üsul və material seçilir. Hə. Sonra seçdiyi materialı məlumatı hazırlamaq üçün seçilən obyekt müşahidə olunur və rəsmi çəkilir. Bu birinci seçənlər var. Bəzəyin hazırlanması üçün üsul və material seçilir. Biz hələ bilmirik ki, nə çəkəcəyik. Nə düzəldəcəyik, hələ nə düzəltməyi bilmiriksə, necə onun üsul və materialını seçə bilərik ki? Öncə çəkiləcək əşya müşahidə olunub, çəkilməlidir şəkli ki, sonra ona uyğun üsul və material seçilsin. Yəni, bu öncə olmalı deyil. Bu deməli. Müəllimə, mən də yoxdur. Ümumiyyətlə, o birinci dəfədə görürəm. Belə şeylər var idi, asıl plastilinlə, nəsə düzəlməyin ardıcılığı var idi, onları bilirəm. Amma bunu mən birinci dəfədə görürəm. 3-cü sinifin yeni nəşrinə baxarsınız mütləq şəkildə. Ümumiyyətlə, orada verilən sənətkar məsləhəti, nə bilim, o tapşırıqlar filan, o hissələr, ümumiyyətlə, kitabı gərək başdan sona oxuyasan. Orada, mövzu bitdi, mövzudan sonra verilən tapşırıqlar filan oxumaq lazım deyil. Bunlar keçməyin. Onlara qədər oxumaq lazımdır. Orada da bəzən elə yerlər olur ki, məsələn, orada bir sınağa salmışdım, Kandinskinin bir sözü var idi. Heç kim ona diqqət eləməmişdi. Və yaxud da bir Michelangelo-nun da bir sözü var idi. Söz deyirdi də, dediyi sözlər var idi orada. O yadındadır da yəqin tünzalı, iskənə alətinin Bəli. O, yəni 6-cı sinifdədir. Çox adam da ora diqqət eləmir. Hansı ki, həmin söz mövzu bitəndən sonra o şagirdə tapşırıq verilən hissələrdə falan olur. Ona görə hamısını oxumaq lazımdır. Hələ miqdə, küncdə, bucaqda qalmış şeyləri qoyur ora. İmtahana. Deməli, əsərin təhlili haqqında verilənlərdən hansı yanlışdır? Bu sualda bunun ümumiyyətlə təhlili var, kitabda var. Nədir burada doğru variant? Doğru variant nədir? C variantı. Doğru variant istəyir bizdə. C variantı. Yanlış. Əksiydi. Görürsünüzmü? Öz testimdə də belə görmürəm. Sizinki yanlış istəyirəm amma bizdən. Yanlış istəyir. Yanlış hansıdır? D'dir. D. Niyə görə D? İzah eləyin. D yox, C. D-dir, C-dir. C. Əlvan istirəyənlər deyir daha tez nəzərə çarpır, ancaq elə deyildi. Orada dəniz daha tez nəzərə çarpır. Məncə C düzdür. Bax, təhlildə verilmişdir kitabda. Təhlildə deyir ki, istirənlər daha tez gözə çarpırdı. Yox, deyirdi yaşıl daha çox gözə çarpır dəniz. Baxın, təşvirin yarısında dəniz tutub.
Hə. Məncə B deməli. B. Bəli. Yox, B də deyil. Baxın, B ilə C-yə baxın. Deyir, B-yə də baxaq. Əsərdə soyuq rənglərlə təsvir olunmuş dənizin rəngi tablonun əsas hissəsini tutur. Bu doğrudur. Yəni, soyuq rənglə rənglənib, əsas hissəsini tutur demək olar ki. Baxın, üfüq xətti aşağıda yerləşmiş kimi görsənir, amma əslində yuxarıdadır üfüq xətti. Sarı narıncı rəngi boyanmış sahil. C bəndidir. Bir dəqiqə, C variantına baxın. Təsvirdə soyuq rənglər çox olsa da, eyni zamanda B variantını da təsdiqləyir. Çox olsa da, əlvan və isti rənglər daha tez nəzərə çarpır. Doğrudur. Ağ ləpələr yaşıl rəngin fonunda aydın görünür. D variantımız səhvdir ki, burada nədir məsələ? Sarı, narıncı rənglə boyanmış sahil firuzəyi yaşıl rəngi dəniz suyu ilə ton kontrastı yaradır. Əslində ton kontrastı deyil, rəng kontrastı yaradır. Rəng kontrastı. Rəng kontrastının ton kontrastının fərqini bilirsiniz də nədir? Ton kontrastının nəyin fərqi idi? Bir rəngi və tündlüyü. Açıq və tündlüyü. Açıq və tündlüyünün fərqi. Bəli. Neydi? Rəng kontrastı parlaq rənglərin fərqidir. Bəli, deməli doğru variantımız D variantı. D variantı oldu. Deyir ki, lətafət portret çəkəndə baxışların canlı görünməsi üçün göz bəbəklərinə ağ, parlaq nöqtə əlavə edir. Bu gözlərə can verir. Sual, bu texniki detala nə ad verilir? Bilik. Bilik. Ən parlaq hissə. Ən parlaq Bilik. Hansı hadisədən sonra Fransız Goyan əsərlərinin xarakteri kəskin dəyişdi? Böyük Fransa inqilabından sonra Əla. Deməli, 1, 2, 3 şəkil verilib. Şəkili görürsünüz. İmpressionizm, klassizm. Əsərlər haqqında doğru fikir hansıdır? Doğru fikri seçəcəyik. Deməli, bir oxuyuram yenə də. Animatisi, yaşıl şiləpalı qadın. Səslər C variant. C variant. Yo, bizdən doğru fikir istəyir. Daviddə neoklassizm deyil müəllimə, C deyil. Klassizmin təməlini qoyub o. Klassizm hardadır burada? B variantı. Yox, B deyil. D müəllim. C düzdür də. Yox, C düzdür. Orada neoklassizmin təməli yazılıb amma. Aslında klassizm. Üçü də yox idi onda Daviddə. Üçü var idi. Bu əsər klassizmin təməli qoyulub. A-dadır da onda. Üçdə deyir klassizmin təməli qoyulub. Yox, burada postimpressionizm yazıb. O da səhvdir. Məmə D variantı uyğun gəlir. D variantı uyğundur. C bəndidir. D məmə D. D qalsın. Bir dəqiqə müxtəlif cavablar var. Mən incələyirəm. Baxaq görək. A variantına baxırıq. Səssizliyi bir dənə A-dır. Bir dəqiqə. A da deyən var, B də, C də D-dir. Baxaq görə hansı doğrudur. İncələyirik bir-bir. Doğru variantı istəyir. Henri Matisse'nin bir dənə səssizliyi zəhmət olmasa. Henri Matisse'nin yaşlı qadın, yaşlı nədir? Yaşıl qadın portreti. Yaşlı qadın portreti. Bu düzgün deyil. Henri Matisse'nin yaşlı qadın portreti. Bu düzgün deyil. Deməli, postimpressionizm üslubunda yaradılmış əsər düzgün deyil. Klassizm təməlini qoymuş əsər. Bu düzgündür məsələn. Amma o birilər düzgün olmadığına görə onu götürmürük. B variantına baxırıq. Claude Monet'in Fauvizm üslubunda yaratdığı ilk əsər, bəli. Henri Matisse'nin impressionizm üslubunda yaratdığı əsər deyil. Yanlışdır. Don McKenzie klassik üslubunda yaratdığı. Bunu da seçmirik. B variantı çıxdı aradan. C-yə gəlirik. Henri Matisse yaşıl şlyapalı qadın əsəri doğrudur. Claude Monet'in impressionizm üslubunda yaratdığı əsər doğrudur. Jacques David'in neoklassizm təməlini qoyduğu əsər doğru deyil, təəssüflər olsun. D variantına baxırıq. Əsərin müəllifi rəngkarlıqda dərinliyi yox edib. Bəli, Henri Matisse dərinliyi yox edib. Təəssürat 19-cu əsrin ortalarında yaranmış əsərdir. Əsərin müəllifi ampir üslubunun banisidir. Bəli, doğru variantımız budur. Mən indi görürəm ki, burada da yəni... Sadəcə adlar bizi çəkdi. Məsələ nədir? Görürsünüz ki, burada da axıra qədər oxumamazlığın, nə bilim, C variantı deyən vardı filan. Yəni, bu şeylərə diqqət edirsiniz. Miqdə də demək olar ki, hələ diqqətsizliklə olur səhvlər. Deməli, Alberto Giacometti təsviri sənətdə etdiyi inqilab. Heykəlin təməlini dəyişdi bəndidir. A variant. Hama deyir.
Çünki B variantında namaqabadı səhv etməmişsə oldu. B variantı. Ekran tam görünmür. Yox, yox, ona aiddir o da. Yəni A variantıdır cavab. Deməli, cavab A variantı. Heykəllərin təməlinin dəyişdirilməsi etdiyi inqilabda Albertonun. Deməli, metal və təmiz səthin emal üsullarını qarışdırdı, elə Alberto özü. Heykəllərin elmi riyazi görünüşə malik olması kim idi? Bəli, heykəllərin insan anatomik bənzəri kimi yaratması kim idi? Henry Moore. Bəli. Numara idi. Bəli, deməli, baxırıq bura. Aysel akvarel boya ilə peyzaj çəkir, bilirsə, mənzərə çəkir. O göy üzü üçün yumşaq və axıcı mavi tonlar yaratmaq istəyir. Rəngi fırsaya yükləyib kağızın üzərinə vurduqda boya tez yayılır və digər rənglərlə birləşərək bulanıq görünür. Aysel bu effekti bəyənir və onun göl səthində əks olunan hissi vermək üçün də istifadə etmək istəyir. Lakin ağacların gövdəsini çəkərkən o eyni texnikanı tətbiq etdikdə konturlar qarışır və formalar qeyri-müəyyən alınır. Akvarellə işləmirsiniz ümumiyyətlə? Bu konkret olaraq bir təsviri incəsənət müəlliminin praktiki işini müəyyən etmək istəyir, onu görmək istəyir bu test. O ağac gövdələrinin sərt və aydın konturlarla görünməsini istəyir və sual olaraq deyir, Aysel hansı texnikanı dəyişməlidir və səbəbi nədir? Adam akvareli dəyişməlidir. Akvareldə düzəliş etmək olmurdu da, sulu boya olduğu üçün. Baxaq bir dənə variantlara görə nə deyir. Rəng palitrasını dəyişməlidir, çünki istifadə etdiyi rənglər bir-birinə uyğun deyil. Su miqdarını azaltmalı və quru üzərinə yaş texnikasını keçməlidir ki, sərt konturlar alınsın. Bilirsiniz də, yaş üzərinə yaş texnikası var, quru üzərinə yaş. Yəni, yaş üzərinə yaş nədir? Akvareldə ümumi bütün vərəqi yaş eləyirik. Sonra nəsə çəkməyə başlayır, sulu-sulu. Elə yerlər ki var, onu mütləq qurumağını gözləyirik. Məsələn, quruduruq sonra. Kağızı dəyişməlidir, çünki istifadə etdiyi kağız rəngi yaxşı udmur. Fırsanı daha böyük seçməlidir ki, ağaclar daha iri görünsün. Burada hansıdır cavab? Nə deyil, aynən bir arasında qalmışam. Mənim suyu miqdarını azaltmalıdır. Çünki su şəffaf. Kim dedi onu? Çünki istifadə. Məncə B variantıdır. Suyu miqdarını azaltmalıdır da. Yəni adı nədir sənin? Səs tanış gəlmədi. Mən Afət. Afət, hə, tanıdım. Hə. Suyu miqdarını azaltmalı, quru üzərinə yaş texnikasına keçməlidir ki, sərt kontur alınsın. Bəli, akvareldə budur. Amma bulanıqlığı göstərmək üçün, yəni suyun yayılmasını, bir-birinə keçməsini göstərmək üçün, məsəl üçün su effekti verirlər, mənzərə çəkilir. Sonra o ağacların yansıması var ki, orada mütləq olaraq yaş üzərinə yaş texnikası tətbiq olunmalıdır. Deməli, burada variant oldu B variantı. B. Bu məlumat harada verilib? Məlumat verilməyib. Harada verilib? Akvarel barədə məlumat var. Texnikat, yəni akvarel barədə. Bu sadəcə belə şeylər düşəcəyinə inanıram, çünki artıq müəllimlərin... Yəni, ildə salırlar onsuz da. Yəni, şəkil çəkmə qaydaları falan, belə şeylər düşəcək. Yəni, burada da biz... Burada mütləq olaraq göstərir akvareldə necə istifadə. Yağlı boya, nə bilim, kömür... Qrafik, nə bilim, düşən kölgə. Artıq deyilməyəcək ki, düşən kölgə nədir, blik nədir. Hamısı situasiya tipli olacaq və əsas praktika önəm veriləcəkdir. Yəni, baxaq görə bu təsviri incəsənət müəllimi olaraq bu şeyləri bilirmi? Neyniyəcək bu situasiya qarşısında? Üzrlüsən, biz səs aça bilmirik daxili mesajlarda yazıqda, zəng daxili mesajları. Yəni, bilməm, oxuyursunuz o mesajları, variantları oraya yazıram. Yox, oxuya bilmirəm. Mən sadəcə ekranı görürəm. Yəqin ki, mənim ekranımı görürsünüz də. Ümumi səs açıq qalmasa da olar. Səs çoxdur deyə açıq, zəng daxili mesajlara yazıram cavablarımı. Səs çoxdursa bağlayın, ancaq cavab verəndə açın, cavab verin, sonra belə. Hamı onsuz da belə bir cavab deyir. Hamı sözü də bir düşən də var, yəni.
Deməli, baxırıq, hansı rəssam öz yaradıcılığında qədim Bakının memarlıq abidələrinə, xalqımızın adət-ənənələrinə, köhnə Bakı sakinlərinə geniş yer ayırıb, öz uşaqlığını Bakının bazarları meydanında. Ceybəndi, C bəndi, bəli, bu ikinci sinifin təzə nəşrindədir də, səhv eləmirəmsə. 2-dir, 1 də ikinci sinifin. Aha, uyğunlaşdırın Səttər Bəhlulzadə, Altay Hacıyev, Xalidə Səfərova, Lətif Kərimov və Çiyə Səmədova. 5 dənə rəssam verilib, amma 3 dənə əsər verilib. İndi bunu uyğunlaşdırın, zəhmət olması. Əsrlərin nəğməsi, yaz nəğməsi, bahar nəğməsi. Kimin əsərləridir? B variantı müəllimə. B variantı müəllimə. Demək, Səttarın əsəri bahar nəğməsidir. Lətifin əsəri əsrlərin nəğməsidir. Altay da yaz nəğməsi. Yaz nəğməsi də Altay Hacıyev. B variantı. Səttər Bəhlulzadə oldu bahar nəğməsi. Sonra Altay Hacıyev yaz nəğməsi. Xalidə. Yox, Xalidə yoxdur müəllimə. Lətif Kərimov Əsrlərin nəğməsi Lətif. Burada Xalidə ilə ixtisar olundu. Bəli. Yəni, neçə nəfər qoşulub, mən görmürəm. İndi bu dəqiqə kimlər izləyir bizi? Neçə nəfər? 26 nəfər. 27 göstərir. Aha, bundan sonra mənə bir dənə YouTube-u canlısı necə ekranda açırlar, onu bir dənə zəhmət olmasa kim bilirsə mənə desin. Növbəti inşallah YouTube-da olar. Müəllimə, bu da İqludur. C bəndi. Aha, bəli. Hansı rəssam Müəllimə, yazımında? 19-un cavabı C-dir, Mircavaddır, rəzildir. Sən bir imkan vermədin, ay bir o bizlər də desin. Görək nə deyirlər. Hansı rəssamın yaradıcılığında dib obrazı insanda ola biləcək bütün rəzil cəhətləri özündə birləşdirən personajdır. Burada Rasim Babayev də var, dib şəkil çəkib. 9-cu sinifdə bu. Sultan Məhəmməd də həmçinin bir dənə əsəri var, Təhmuras divlərə qalib gəlir. Deməli, doğru variantımız Mircavad olacaq. Mircavad. Bilməm, ikisində də var. Gəlirik bu əsərə, yanlış fikri müəyyən eləməyə. Yanlış fikri. İndi baxırıq bura. Bunu görürsünüz. Birinci Henry Moore-dur da, müəllimə. Henry Moore əsəri 2-də kimdir? Giacometti. Aha. O bizdə Namqaba. Kəsilmişlər. Bu bir də dördüncüdə Namqaba, bu üçdə Giacometti'dir. Aha. Deməli, indi baxırıq. Bu əsərləri gördünüz. Bu əsərlərin texnikasını, üslubunu, sonra rəssamların haqqında, kim yaradıbsa onların haqqında biliyə sahib olmalısınız ki, bu sualı cavablandırasınız. Yəni, əhatəli bir sualdır. Deməli, ekranı görürsünüz də yəqin. Bir dənə oxuyun, ürəyinizdə oxuyun. Mən də özüm də bilmirəm cavabı nədir. Özüm baxıb biləcəm, yəni sizlə bir yerdə. Mən də bilmirəm hələ tam olaraq. Baxaq görək. Ha, bizdən səhv istəyir. Bəli, diqqət edin ona. Mehmet C. C. Yox, ikidə necə? Realizm üslubu, hə. Realizm üslubunda deyil. Bax, bir nəfər C deyir, o birisilər də C. Yəni, şeyi soruşacağım sizdən. Niyə görə C? Kim izah eləyər? Niyə görə C? Bilmirəm, hələ bilmirəm hansıdır. Kimsə izah eləyəcək. Birinci abstraksionizm üslubunda yaradılıb. Hansı? İkincidə deyir ki, C bəndində deyir. İkincidə deyir ki, əsər realizm üslubda deyil. Birinci C bəndində. C bəndidir, yəni doğru cavab. Axı, müəllimə, Alberto Giacometti-də o 3-də realizm üslubunda yaratdığı əsərdir, belə bir şey yoxdur. 3-dən hara realizm? Müəllimə D variantı. D variantı. Niyə görə D variantı?
Yo, D variantı da düzdür. Çünki əsər realizm üslubunda deyil, bəli. Çünki əsərin adı sürrealizmasadır, bəli. 3 müharibəyə etirazını bildirir, ekspresionizmdir, bəli. Formanın ciddiliyi həndəsənin lakonik nam qabuya aiddir, bu da düzdür. A variantı Konstruktivizm. D variantı da deyil. Səhv cavab istəyir. Bəli, səhv cavab istəyir. Səhv hansıdır? Aa, yanlış istəyir. Biz də düz ikinci axtarırıq. ayda Yanlış yenə variant deyirsə C-dir. A variantı müəllimə. Bu bizi yandıracaq bu. Bir dəqiqə. Adı cavabı. Sakit olursunuz. A Deməli, variantı. A variantı deyirlər, B, C, D. A. Cavab. Adı A. A müəllimə. Niyə görə A'dır? Axırıncısı. Baxın, Axırıncısı yazır ki, əsasın konstruksiyanı təşkil etdiyi avangard üslub. Avangard deyil axı 4-də. bax bu nə hansı üslubdadır? Konstruktivizm. 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 Konstruktivizmdir, düzdürmü? Ya xalqlı daşıma. Bəli, konstruktivizm üslubundadır. 4-ə baxırıq. Əsaslı konstruksiyanı təşkil etdiyi avangard üslubdur zaten bu konstruktivizm. Deyil. C variantıdır. Odur. Məncə Eyni C zamanda əsər ekspresionizm üslubunda yaradılıb. 3, bəli, düzdür. Əsərin müəllifi Alberto Giacometti 2, düzdür. Bəli. 20-ci əsrin təsviri sənətində Bir formalist var. cərəyanda abstraksionizm 1 düzdür. A variantı düzdür yəni. B variantına baxırıq. Hamı izləsin inşallah. B variantı. Əsərin müəllifi Helni Murdu, düzdür. Əsər surrealizm üslubunda yaradılıb 2, düzdür. 3. Əsərin müəllifi metal və təmiz səthin emal üsullarını qarışdırdı. Bəli, Alberto Giacometti emal üsullarını qarışdırıb. Səssizlik. D variantına baxır, daha doğrusu B variantının 4-ünə. Əsərin müəllifi konstruktivizm və kinetizm sənətinin əsasını qoyanlardan biridir. Bəli, bu Namık Qabodur. C-yə baxırıq. Əsər abstraksionizmin üslubunda yaradılıb. Düzdür? 1. Abstraksionizmdir. Əsər realizm üslubunda deyil. 2. Düzdür. Realizm üslubunda deyil. Bəs nədir? Əsər realizm üslubunda deyil. Əsər realizm üslubundadır. Bu da düzdür. Əsər Alberto Giacometti'nin realizm üslubunda yaratdığı əsərdir. Burada yanlışlıq var. Bu realizm üslubu deyil. 3. Ekspresionizmdir. Təsviri sənətdə formanın hərəkəti ideyasına əsaslanır. Nə? Nədir ki o təsviri sənət? Kinetizmdir. Deməli, səhv cavabımız, yəni yanlış verilən variant C variantıdır. Bu qədər sadə. Biraz düşünmək və diqqətli olsaq, bəs edir. Müəllimə, orada demirdi ki, o əl var idi ki, Alberto Giacometti o müharibədə gördüyü, yəni reallıqdan götürüb təsvir etmişdi də. Yox, bu düzdür. Reallıqdan götürüb, amma nə üslubundadır? Ekspresionizm üslubundadır bu. Yadda saxlayın mütləq. Müharibədə görüb, düzdürmü? Rəssamlar nə edirlər ekspresionizmdə? Müharibəyə etirazın ifadəsi idi və orada gördüklərini o hiss və əzanı ifadə edirdilər rəsmlərdə. Ekspresionizm üslubu bu idi. Və onun aldığı təəssüratı yaradıbsa, bu da o üslubdadır. Baxırıq bura. 21. Əsərin müəllifinin müəyyən edib həmin rəssamın digər əsəri fəaliyyətləri tapırıq. B variantı. Bilmək üçün nə var? B variantı. Yaxşı, gəl A variantına baxırıq. A variantı kimin əsəridir? Gənc qadın portreti. İrəvan. Dərviş kimindir? Dərviş. Dərviş sonundur. Yaşlı qadın portreti. Yaşlı qadın portreti kimin idi? Kim deyər? Rembrandtın Ay, deyildi. sağ ol, bəli. Kim dedi onu? Salə. Allah, bəli. Deməli, B variantı doğru variantdır. Hansı rəssamın yaratdığı əsərlər əsasən mənzərə, portret, divar rəngkarlığı və teatr rəssamlığı kimi müxtəlif Toğruldur müəllimə, C variantı. Toğrul Nərman bəy. C bəndi. Niyə Tahir yox? Niyə Böyüyağa yox? Həmin o divar Baxın, Böyüyağa da teatr rəssamlığı var idi, düzdürmü? O da mənzərə portret çəkirdi, amma divar Amma divar yox rəngkarlığına idi. görə Toğrul olacaq. Toğrulda. Bəli, indi şəkildə nə görürsünüz? Kaligrafiya deyil. Bəli, indi baxırıq variantı. Şəkil haqqında verilənlərdən hansı Səhv yanlışdır? istəyir. Səhv istəyir. Annem A'dandı. Yanlışı? Yanlış istəyir. B variantı. Yox, birinci kök. Deməli, Annem B variantı. B variantı. B variantı yanlışdır. B variantı yanlışdır. Baxaq, yenə də birincidən başa. A variantına baxırıq. Yanlış olan variantı axtarmaq istəyirik. Ənənəvi Yapon incə sənətinə aiddir. O şirmədir müəllimə. Necə? Düzdür.
Bu düzdür. Ənənəvi Yapona buna aid deyil də, yəni deyirəm, yanlışdır. Ənənəvi Yapon incəsənətinə aid Firma ara deyil. kəsmə İKB-nə deyil. aid deyil. Firma ara kəsmə. Doğrudur. Gözəl və ifadəli yazı sənəti doğrudur. B variantı. Kalligrafiyadır. Gül və budaqlardan yaradılan kompozisiya. Düzdür. Kepana. Mətnin əhval ruhiyyəsini Gül bildirir. və Düzdür. o da kalligrafiyadır. Cavab nədir ümumiyyətlə? Bence C, B variantı. B variantı. Bence C variantı. B. Dedi. B, D deyirlər. İndi baxaq görək hansıdır. B niyə görə ki, gül və budaqlardan kompozisiya. Ama C variantı. Mən demirəm C. Bəzən də C, İkincidən mətnin əhval ruhiyyəsini bildirir. Bəli də mətnin əhval ruhiyyəsini bildirir də. Kalligrafiya. Bir oxuyarsın. C deyil, müəllimə C. C deyil, Şey, yox. Bəzən çiçək heykəli də adlandırırlar. İKB-nə. Bəli, bəli. İKB-nə. Bəli, bəli, müəllimə. Və quş qara tuş və fırça ilə yazılırdı. Onda kalligrafiyada yazırlar. Amma D variantıdır cavabımız. Niyə görə? Bəli. Yapon evlərində onları divardan asırdılar. Xeyr, onu divardan asmırdılar. Kalligrafiyanı divardan asırdılar. Bu biri göstərir. İKB ilə belə deyir. Deməli, kalligrafiya adlanan adətən deyir, dairəvi kağızlara yazılırdı. Xeyr, uzunsov kağızlara yazılırdı. Bu yanlış variantdır. Niyə C, niyə B? Niyə bunları deyirsiniz ki? Hətta A da deyirlər. Amma C variantında birinci də deyir ki, bəzən də çiçək heykəl adlanır. Çiçək heykəl bu yazıda adlandırırdılarmı ki? Bəli, bəli, adlandırırdılar. Adlandırıldı. Bəli, onu 4-cü sinifə Yəni tezdən bir də baxarsan. bu sual neçənci sinifdəndir? 4-cü sinif, Dördüncü. 4-cü. Görürsünüz ki, aşağı siniflərdən görəm nədir, biraz zəifliyi var. O sənətkar məsləhətinin bir neçə yerdə belə zəiflik vardı, təzadlı cavablar verildi. Yuxarı sinifləri tapa bilirsiniz rahat. Deməli, burada zəiflik var, bir də təzədən baxırsınız bunlara. Özdə İKB-nə və kalligrafiya rahat mövzulardır və qısa konkret yazılıb onların haqqında. Mən iki bananı çiçək heykəli adlandırdığını bilirdim, amma bu kalligrafiyanın gözəl yazı sənətini Elədir də, düzdür də, elə odur da. Bir bununla işarələnib. Bu birdir, bu İKB-nədir, bu kalligrafiyadır. Bir üçün bəzək heykəli də adlandırırlar. 4-cü sinifin axırlarıdır bu. Bəli. Deməli, Fərhad Xəlovun yaradıcılığı haqqında verilənlərdən hansı doğrudur? Rəssam əsərlərini nəysə siz özünüz oxuyun. D variantı. B mən. B variantı. D. D variantı. B. Müəllimə cavab B-dir. Doğru olan B-dir. Məncə də B variantıdır. Yaxşı. Götürək B variantı. D. Niyə görə A yox? Niyə görə C yox? Niyə görə D yox? Yəni, izah edin ki, bunların nəyə görə bu deyil? Obrazın səciyyəsini açır. Bu cümlə kitabda var A bəndindəki müəllimə. Səciyyəsini açırdı. Doğru variant hansıdır? A. A bəndi. Səbəb? Bəs B variantı yoxdur kitabda. O frontal olmaqla dərintiliyə açırdı da müəllimə. Obrazın səciyyəsini açırdı, səhv etmirəmsə. Orada bir şey oxumuşdum mən. Təsvir daha çox frontal olmaqla dərinliyə doğru açılır. Bəli, dərinliyə açırdı. D variantını götürürük, çıxırıq. Bu yanlışdır. Çünki burada yazılıb tamaşaçıya doğru açılır. Tamaşaçıya yox. Aha. Onun seçdiyi rənglər solğun, tutumsuz, lakonik biçimdədir. Süni detallardan da qaçırdı, səhv etmirəmsə. O Necə? demək oldu. Doğru variant hansı oldu? Məncə A-dır. B. Cavabımız B variantıdır. Cavabımız B variantıdır. Niyə A deyil? A niyə deyil? A-dır. A niyə deyil? Niyə A deyil? Rəssam əsərlərində təbii yox. Rəssam əsərlərində Süni inandırıcı Süni detallardan qaçırdı. Bəli, süni Deyirdi ki, detallardan rəssam əsərlərində süni detallardan qaçırdı. Sünidən qaçırdı. Ona görə A deyil. İnandırıcı yazılıb orada. Bəli. Diqqət edirsiniz. Bəli, B variantı. Deməli, doğru variantımız B-dir.
Görək sonda neçə bal toplayacağıq. Doğru fikir müəyyən edin deyir. Doğru fikri müəyyən edin. Deməli, burada nələr göstərilib? Hansı üslublardır bunlar? Biri müəllimə, ikinci intibahdır, biri də intibah. İki intibah. Romanla intibahdır. Roman Roman intibah. Yaxşı, deməli, geyimlərdə biz roman və memarlıqda intibahın... Tam görmədik axı. Necə? Tam ekran göstərilir müəllim. Tam bir olaraq. B variantıdır müəllimə. B. B-dir, B. B variantı. Aha. Yaxşı, yenə də baxırıq A variantına. Simmetriyanın olması üzərində bərbəzəyin azlığı ilə diqqəti cəlb edir. Bu hansı geyim üslubuna aiddir? İntibaha aiddir bu. Aha, simmetriya, nisbət, həndəsə və digər əsas qaydalara xüsusi əhəmiyyət verir. Bu hansıdır? İntibahdır. Aha. C variantına baxırıq. Ağır geyimlər ciddi görkəm, dəbdəbə, qeyri-adilik səciyyəvidir. Hansı üslubdur? Barokko üslubudur, Bizans yox. Ağır geyimlər. Özünə məxsus ağır formaları ilə yanaşı, yığcamlığı ilə də fərqlənir. Bu hansıdır? Roman idi. Yox, Roman nə? Nə üslubu? Memarlıq. Yox. Memarlıq üslubudur. Sandıqlara Şərqə xas olan dəbdəbəli və çox bahalı materiallardan istifadə olunması ilə diqqət Bizans edilir. idi. Bizans. İnkrustasiya qalxma texnikası ağac üzərində oyma çox geniş yayılmışdı. Bu O da hansıdır? barokko. Barokko deyil. Yox, barokko. İntibah mebel idi. Deyil o, gotik müəllimə. Yox. Yox, intibahdır da. İntibahdır, ağac üzərində. müəllimə, Baxın, inkrustasiya barokkoda da var, deməli, harda var, bir də intibahda var. Amma ağac sözü sadəcə intibahdadır. Yəni, inkrustasiya taxılıb, açar sözləri demişəm ki, hər dəfə eyni yerlərdən götürməyin. Elə söz seçin ki, digərlərində olmasın. Odur açar söz. İki yerdə varsa, o açar söz hesab olunmur. Deməli, B variantı oldu, doğru variant. Antik irsin daşıyıcısıdır roman üslubu və intibah üslubu antik dəyərlərini dilçələrə yenidən inkişaf etməsi nəzərdə tutulur. Deməli, Mir Teymur Məmmədovun Yaddaş gecəsi əsərində nə təsvir olunub? Günəş batımı, Qız qalası, gecə dəniz mənzərəsi. Qız qalası. Bəli. Qız qalası. Yaxşı, müəllim şagirdlərə o hansı rəngdir ki, biri qırmızı rənglə qarışanda bənövşəyi rəngi, digəri isə narıncı rəngi əmələ gətirir. Hansı rənglərdir bunlar? Demə müəllimə, sarı və qırmızı ilə göy qarışdıranda bənövşəyi olur. Sarı ilə qarışdıranda narıncı olur. Sarı və göy. Sarı və göy. C. Aha, qadın üst geyiminin əsas cəhəti nə idi? Sadə suallarımızdan biri. Qatlı və qırsın olması. Qırsın olması B variantı. Çox qatlı və qırsın olması. Aha, interyerləri bilirsiniz. Bu hansı üslubu idi? Roman üslubudur. Bəli. Romandır bu. Yaxşı deyir. İnteryerin hansı üsluba aid olduğunu müəyyən edib, onun memarlıq üslubu variantları Bax, şəkilli formalı qapı və pəncərə. A bəndi. Aha. Bəs özünə məxsus ağır formalar hardaydı? Ağırlıq əzəmət antikdə idi də müəllimə. Özünə məxsus ağır formalar. Antik. Antik deyildi bu. Bu da roman idi. Ağır formalı Ağırlıq əzəmət. Sandıqlara idi də, romana aid idi. Roman idi bu. B variantı roman. Amma memarlığa aiddir, memarlığa. Özünə məxsus ağır formalar memarlıqdır. Amma tağ şəkilli isə roman üslubuna Tağ şəkilli mebelə aid. memarlıq. Mebelə aiddir o. Enli gövdəli sütunları bir-birinə yaxın yerləşdirməsi nə oldu? antik. Antik. Antik irsin daşıyıcısı hansı idi bəs? Bu romanın geyimidir müəllimə. Deməli, A variantımız doğru. A. Bir şagird nahtilmot çəkərkən bütün əşyaları rəsmin mərkəzinə yığıb, onu ölçüləri bərabər saxlayıb. Yəni, kompozisiya baxımından bu hansı səhvə səbəb ola bilər? Deyir, bir dənə şagird nahtilmot çəkir. Aha. C variantı. Kompozisiya sıxıllıq olarda. Aha, C variantı. bütün rəsmi hərəkət yığıb və ölçüləri bərabər saxlayıb. Deməli, burada sıxlıq və balanssızlıq. Yəni, bu tarazsızlıq da demək olar ki, balanssızlıq. Yəni,
kəlləmə yalaq olur da belə rəsm, yəni düzgün hesab olunmur. Gəlirik bura. Burada Burlaklar Volqada. yanlış İlyer olan. epini. SMS orada təpələnmiş. Nəysə, yanlış istəyir. Yanlış istəyir. Səhv istəyirəm. D düzdür. Qarşısını kəsmir. D variantı məncə yanlışdır. D variantı səhvdir Məmməd. Niyə? Niyə? D. Səbəb açıqlayın. Dərinliyə doğru keçsə də Füqra bir-birini versin. Dərinliyə doğru bir hərəkət etsə də dərinlikdən gəlir Dərinliyə daha. getmir axı. Dərinlikdən önə doğru Dərinliyə doğru gedir. getmir. Tamaşaçıdan dərinliyə doğru. Tamaşaçıdan dərinliyə doğru. D variantıdır. D variantı. Aha, dərinlikdən tamaşaçıya doğru gəlir. Bəli, D variantı doğru var. D variantı yanlışdır. Bəli, yəni testin, bax burada keçən dəfə bir sual paylaşmışdım. Yəni bu testdə yanlış verən variant testin doğru cavabıdır. Baxın, Doğru cavabıdır. İndi aydın oldu o fikir sizə. Burada verilən, yanlış verilən variant testin doğru cavabıdır. Bu, yəni doğru fikirdir. Kompozisiya, demək, Karavaçonun əsərlərinin mövzusuna aid deyil. Nə? Sadə insanların həyatı. A variantı Məmməd. Sadə insanların həyatı. A variantı, başqa variant verən? C variantı bəs aiddir. Fantastik personajlar. Ölüm xəstəlik var idi, insan yalnızlığı var idi. Nazlı nənələr. D variantı. Fantastik personaj. Bəli, fantastik personajlar Rasim Babayevin. Rasimə, Nazlı nənələr, onlar Rasimə aiddir. Aha. Hansı Rəssam tikmələr üçün çoxlu naxış rəsmlər çəkmişdir. Təbriklər, bəli. Nəzər müəyyən edin. Bu da xilaftan idi. Yuxarıdakı xilaftan idi. Ayrı-ayrılıqda verir hamısı. 3 Şirvan idi. A variantı Məmməd. A. A variantı. Quş məişət. Deməli 3A'dır. 3A. Rənglərin intensivliyi və qiyməti orijinal. Bu 1'dir. 1B. 2 də C-dir də. Üfüqi simmetri. A variantı. A variantı. Aha, deməli burada hansı xalçalar var? Hansı xalçalardır burada? Şirvandır müəllimə. Bəlidir. Bəli. 35-ci suala baxırıq, yekunlaşmaq üzrədir. Deməli, baxın, müəllim Nərmanbəyov mövzusuna tədris edərkən şagirdlərə deyir ki, Nərmanbəyovun divar rəngkarlığına üst tutmasının səbəbini necə izah edirdi? Sual ünvanlayır. Hansı doğru? C variantı. C variantı. C düzdür. Bəli. Yaxşı, Tahir Salahovun Növbədən Qayıdanlar əsəri haqqında yanlış verilən variant hansıdır? Əsər Tahir Salahovun tutmamış idi. C variantı səhvdir. B variantı səhvdir. B variantı. Aha, benə sevin. Nə gözəl, nə gözəl. O belə bir şeydir. Bəs yaxşı, burada böyük marağa səbəb olan əsərlər hansı idi? Xəzərdə süd bıçağı vardı deyəsən. Xəzərdə süd bıçağı belə bir şey. Təmirçilər. Onlar idi. Səhər Hüseynov və Qara Qarayevin portreti. Qara Qarayevin portreti. Bəli. Deməli, müəllim şagirdlərə müxtəlif bəzək elementlərindən, dəbdəbəli naxışlardan, parlaq rənglərdən, təmtəraqlı formalardan istifadə edərək bir memarlıq üslubunun maketini yaratmağı tapşırır. Şagirdlər... Bizans. Yox. Barokko. Dəbdəbəli naxış barokkoda deyilir. Aynen barok üslubudur. Barokko. Parlaq rənglər barokkoda. Barokko. Bu Barokkola Bizansın fərqi nədədir? Bizans silindirik forma üzərində Dini amillərdə, dini amillərdir. Memarlıq deyirsə, dini amillərdir. çox fərqi var həddindən artıq. İndi orada siz yəqin ki, bir dənə ikisində də təmtəraq zad var, ona görə ona görə qarışdırırsınız. Əslində fərqli yerlərə dediyim kimi. Orada silindirik forma heç yerdə yoxdur, Bizansda var. Dini amillər heç yerdə yoxdur, Bizansda var. Yəni heç kimdə olmayan bir dənə əsər söz götürüb öyrənirsiniz. Deməli, bəstəkar Fikrət Əmirovun 1001 gecə baletindən dekorasiya eskiz vermiş rəssam kim idi? Tahir Salahov.
Şəkil haqqında doğru fikir müəyyən edin. Enini uzunluğuna ölçülür müəllimə. Babın enli C bəndi. Ölç. Ben uzun. Babın enine uzun C bəndi. Bəli. Yanlış fikir müəyyən edək. C variantıdır. C müəllimə. C variantı. C. Mimarlıq obyekt xəlaqəli monumental dekorativdir. Aha. Deməli, atlı heykəllər, xatirə monumentalar monumentala aiddir. Ümumiyyətlə şəkildə hansıdır? Hansı memarlıqdır heykəltaraşlıq? Hindistan Budda. Yaponiya Budda. Yaponiya bu da. Bəli, yəni bu hansı heykəltaraşlıq sahəsinə aid olur? Monumental. Görkəmli şəxsiyyətlərə Uzaq həsr olunmuş məsafədən abidələr, baxılır bəli, döşünə. tək fiqurlu, çox fiqurlu kompozisiyalar və sonda gəliblər. Sonda qoşulurlar bizə, amma bitiririk artıq. Biz deməli doğru variantımız budur. Bir dənə baxaq Qəbul eləməkdən yorulsaq. Bəli, artıq. YouTube'da olsaydı Bitiririk, baxa rahat görə olardı. biz nə qədər texniki səhv falan varmı? Bitirək, baxaq. Harada səhv var? Bu niyə 78 bal oldu ki? Haradasınız, mən şey qoymamışam. Cavabsız suallar da var müəllim ona görə. Yox, Metodika 80 işləməyib. bal olmalıdır. Yok 80 olmalı. Metodikadan öncə 80 olmalı. Bu Bəli. Metodika işlənsə hələ 100 ola bilər. Yəni tam işlənsəydi. 80 olmalıdır. Yəqin birində bal qoymamışam. Buna da diqqət edərəm inşallah. Deməli, bizim bitiririk artıq. Bitiririk, qurban sizə. Gec qoşulduq. Neçə nəfər izləyir bizi? Neçə nəfər dərsdədir? 28-27 göstərir məndə. Hə. Deməli, inşallah ki, mən bir dənə YouTube-da öyrənəcəm. Orada canlı açıb ekran görüntüsünü qoymaq. Orada daha rahatdır. Niyə görə? Çünki hamı yazacaq və mən onu görəcəm. Belə aləm qarışmayacaq bir-birinə. İndi bunu ekranın görüntüsünü almışam. YouTube-a yerləşdirəcəm. Əgər səsim düşsə YouTube-a yerləşdirəcəm. Olmasa da qalacaq. İnşallah ki, görürəm ki, hamıya 5 manat çoxdur. Nə bilim, 5 manata qoymuşam bu sınaqları. İnanın ki, əslində dəymir ona, amma görürəm çox olur. Miqə yaxındır deyə 3 manata endirəcəm. İnşallah ki, digər sınaqlar da, yəni 10 dənə sınaq hazırlamışam. Hələ ki, 5 dənəsi verilib istifadəyə. 5 dənə, 6 dənə. 7, 8, 9, 10, 10-a qədər heç kim istifadə etməyib də, yəni qoşula bilərsiniz, deməli, miqə qədər. Amma hələ istifadəyə verilməyənləri də bir gün inşallah vaxt ayıracam. Öyrənib inşallah YouTube-dan, bilmirəm, əlim dəydi, silindi, necə oldusa, alınmadı. Çox sağ olun, canınız sağ olsun. İnşallah. Sağ olun. Mik səviyyəli çətin olar da, mik səviyyəli olsa yaxşı Bu olar. necə idi? Çətin idi? Asandı idi? Bu normal idi, elə də çətin deyildi. Əslində mən onu soruşacaqdım ki, hamı şikayətlənir, çətindir filandır. Amma Mənim əksinə sizin suallarınızı belə yazıb, yəni imtahanda daha yaxşı nəticə göstərəcək düşünürəm ki. Belə çətinə öyrəşib, yəni imtahan daha rahat ola bilər. Daha üzrədilikdə çətini yaxşı əslində. Təbii ki, yəni mən o... Çətin deyil. Mənim sadəcə biraz düşündürücüdür. Diqqət tələb edir. Rahat oldu əslində. Çox aktual mövzulara toxunulub. Küncdə bucaqda qalmış şeylər deyəndə o qədər də küncdə bucağa getməmişəm. Əslində aktual mövzulara toxunmuşam. Diqqət tələb edir sadəcə. Bəli, bax görürəm ki, burada da görürsən ki, şərti normal oxumursunuz, ya axıra qədər variant oxumursunuz. Sona kimi oxumuruq. Yəni o şeylərə diqqət edin inşallah ki, Allah heç kimin əziyyətini yerdə qoymasın. Amin, çox sağ olun. Hələlik. Sağ olun. Sağ olun.